Vaxtınız xeyir olsun, yarımçıq qaldı. Bax, belə peçlərimiz var, görürsünüz. Videoda göstərdiyim cürbəcür mallarımız var. Peçlər çoxdur. Salafanlamışıq qışa görə, üstsüz suza dolmasın. Qazla işləyənlər var, tokla işləyənlər var. Eləsi var, yarısı qazla işləyir, yarısı tokla. Hamur yoğuran aparat, qazanları, bax, tokla işləyən peçlər. Bax, belə şeylərimiz var. Altı şkaflı, üst oldu. Sonra bax, beləncik mallarımız var. Ürəyiniz istəsə müraciət eləyərsiniz. Nə istəsəniz restorana aid avadanlıqlar, xahiş edirəm uşaqlar, video like, bəyənmə göndərin, axıracan baxmasınızda paylaşın, zəhmət olmasa. Belə peçlər var, xeyir şər evləri üçün, görürsünüz. Xaladeniklər cürbəcür, peçlər. Ümumiyyətcə, benbaberlər, tikinti sto materialları səhifəmizdə var. Girib baxa bilərsiniz. Dönər aparatları var. Hər videoda 70-80 cür, 50 cür, 40 cür mallar göstərilir. Görürsünüz, bu peçədə baxın. Sonra keçdi içəri. Sən həmişə mənim qabağımdan keçməlisən də. Belə xaladeniklərimiz, belə şeylərimiz var. Restoran avadanlıqları üçün qab, qaşıq, çaşqa, nə istəsəniz. Görürsünüz, hər şey. Kofe aparatlarından tutmuş, çaşqalar, kofe çaşqaları, çay çaşqaları, rumkalar, bakallar, kafe, restoran işlədən adamlara aid hər şeyimiz var. Görürsünüz, baxın. Məcburam video uzun olmasın, tez-tez çəkeyim. Çayniklər, çaydanlar, bakallar, təzələri də var, işləmişlər də var. İşləmiş olsa da bilirsiniz də belə şeylər təzə kimi bir şeydir. Sınığı qırıq, çörək qabları necdən, projektorlar, opşum obyektlər üçün. Bax, görürsünüz, kofe aparatları. Sonra mayalandırma peçi aparatı, o çörək xamuru mayalandırırlar. Gördünüz, adını da yaxınlaşdırım, göstərim. Bunun filkasını. Belə qab-qaşıqlar, nerj. Görürsünüz, hamısı nerjdir. Restorana, kafeyə aid belə stullarımız var. Bax, belə peçlər var, görürsünüz. Xaladenik peçdir bu da. Ürəyə kimin istəsə müraciət eləsin, başqalarını da göstərəcəm. Yer biraz darısı qaldı, uşaqlar. Abi, skla sıx-sıx yığılıb. Stullarımız, hər bir malımız var. İndi bax, bu yüzdə də göstərəcəm. Qab-qaşıqlar, zadlar nə desiniz? Dönər aparatları, samavarlar, başa düşdünüz, bax, dönər bıçaqları, şişlər, beləncik dönər aparatı, ispravla işləyən var, qazla işləyən var, kalbasa çörək doğrayan, hər bir şey. İstilik verən otağa. Sonra bax, çəngəl, qaşıqlar, zadlar. Bax, bunlardan, bu mallardan çoxdur. Nə istəsəniz var bizdə. Görürsünüz, bax. Qazanları göstərim. Cürbəcür. Görürsünüz. 40 litrlik, 50 litrlik, 100 litrlik, mərtəbə olan qazanlar. Bax, mərtəbə keçirdirsən, belə bağlayırsan, bayenlilərdəki kimi. Yeşə qazanlarımız var, ağzı filək kimi bağlanır, belə. Yemək pişirib saxlamaq üçün. Gölgərti doğrayan taxtalar, zadlar, süzgəzlər var. Hər şey, bax, görürsünüz, nə istəyirsiniz varımızdır. Bax, çömçələrə baxın. Kəpkirlər, çömçələr, cürbəcür. Bax, baxın. İşıq biraz zəifdir. Yeşə kəpkir, yeşə çömçə. Hər şey var. Xaladeniklər, bax, baxın. Balaca xaladeniklər var. Kafe, restoranlar üçün, kupeylər üçün qoymağa, sonra otellərə qoymaq üçün oteldən gəlib bu xaladeniklər. Gördünüz. Bax, beləncik aş süzənlər, zadlar varımızdır. Yekə tavalar, yekə qazanlar. Obsi videoda var. 150-200 litrlik qazanlar, 250-300 litrlik qazanlar. Xeyir şər evləri üçün, yemək zat pişirmək üçün. Restoran, kafeylər üçün. Ürəyiniz nə istəsə var. Xahiş edirəm videonu paylaşın, bəyənin, paylaşıb bəyənənlər var olsun.